Aparıcı Lalə Azərtaş sosial şəbəkədə qızı Gülarə ilə bağlı paylaşım edib. O, İngiltərədə təhsil alan övladının ad gününü video zəngi ilə təbrik etdiyi anları izləyiciləri ilə paylaşaraq bunları yazıb. Gözümün içindəki parıltının adı qızımdır. Hər an aldığım nəfəs də odur. Şükür və dualarım onun adı ilə bağlıdır. Anasının ilk sevgisi, doğum günün mübarək. 19 ildə ilk dəfədir ayrı qeyd edirik ad günümüzü. Efirim canlı olduğu üçün yanında ola bilmədim. Ümid edirəm ki, məni bağışlayarsan qızım. Sağlam, xoşbəxt və arzuladığın kimi yaşa. Qeyd edək ki, Lalə Azərtaşın Solmaz adlı bir qızı da var. Müğənni Safura Əliyevanın oğlu İskəndərin ad günü olub. Müğənni 11 yaşı tamam olan övladına məclis edib. Safura ad günündən görüntüləri sosial şəbəkədə paylaşıb. Təbriklər İskəndər, səni çox sevirik deyə Safura ailə görüntülərinə yazıb. Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var.